nə qəşəngdir. I'm gonna put on the iron shirt and chase Satan out the first. I'm gonna put on the iron shirt and chase Satan out of earth. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. Oh I'm gonna put on the iron shirt and chase Satan out of earth. I'm gonna put on the iron shirt and chase Satan out of earth. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. Oh yeah. Murad, necə idi nömrə? Baxırdın, izləyirdin, hətta zövq alırdın. İstəyərdi bir balaca çıxışdan danışasan. Ay, belə simpatiyanı açıq bəlli etmək yaxşı deyil, amma mənim Mesajlar gedir. ən xoşladığım personajdır. Ay, sevimli yad planetli. Niyə sevimli dedim? Mən elə gəlir ki, sən sadəcə olaraq məşhur deyilsən. Sən mənim üçün şəxsən, mənim üçün sevimli birisən. Özümə elə gəlir ki, sən hətta Görəsən Murad, kim? Murad. Açım. Kim? Açması. Kim? sənin duet ortağındır. İndi deyirəm, gəlirəm. Bilmirəm siz kimi əğz edirsiniz, amma mənə elə gəlir ki, ulduzları görə gələn, nəinki burada, hətta dünya ulduzları ilə müəyyən layihələr çərçivəsində dəhlizlərdə, səhnə arxası, ünsiyyəti olan, Formula 1 ilə əlaqədar olan, özəlliklə belə nəğmələri sevən, biz axı qaraja aparmışıq bir yerdə. Çox zaman buradakıları bəyənməyən, mən aydan gəlmişəm, mən başqa planetdənəm mesajını göndərən Hüsniyyədirmi bu? Xəbərsiz Amerikadan gəlib mənə də demir. Çox maraqlı bir versiya. Hüsniyə Məhərrəmova dedi. Murad, bu olsa, yəni sənin dediyin versiya təxmin doğru çıxsa, yəni mən şokda qalacağım. Çünki bu günlərdə görüntülü, nə bilim, onda bəlkə də yalandan eləyir bunları. Yəni mən şokdayam doğrudan da bu dəqiqə. Görüntülü danışıb səndən. Coşqun bəy. Görüntülü yox, yəni bir video falan atmışdı ki, bizdə Coşqun bəy, bilmirəm belədir. sizin Ağ üçün evin bu qarşısındaydı. Ağ evin qarşısındaydı görüntüdə. Yox. Hardaydı? Keçən il Eldar da belə eləyirdi, çaşdırmaq Yaxşı, Hüsniyəni yaddan çıxardın. Xahiş edirəm, Hüsniyəni yaddan çıxardaq. Coşqun bəy, bilmirəm Yox, sizin yəni üçün bu bu proyekt. ipucudur yoxsa yox, kəllə vurur. Bayaqdan mənə kəllə vurur. Kəllə vurur. Hüsniyə vurar. Bu çox Başı da bərkdir. Hoppa, nələr baş Yox, verir öptüm, orada öptüm. ağa. Ay, evli Sadəcə adamsan. əməlli Ay, Hər şey deyirsən, belə hə. başlayır. əməlli başlı. Buyurun. Mən Mən ona
O Yox. xüsusi olaraq məhz onun üçün Sən- yaşıl Qoy mən giymişəm deyim, bugün. sonra sən deyərsən. Sən mən. Murad Allah bir əldən təxmini gedir. dedi. Buyurun Coşqun sizə Allah davam edin. əldən gedir. Mən yəni bu çıxışı yenə deyirəm, çox bəyəndim. Çox əladır. Bilmirəm kimin mahnısıdır, nə mahnıdır, amma çox gözəl ifa tərzi var. Anlatmağa da çalışdı, amma bu Azərbaycana hələ də qonaq gələn, çoxdan qonaq gələn, burada puxtələşən, burada tanınan, hətta fəxri ad alan Mananadır. Manana! Kimdirsə, mən düşünürəm idmanla məşğuldur. İdman? Arıq bir insandır, çox plastik bir insandır. Sakit, heç sakit də deyil ha deyim sizə, heç ha. Dayanmır, Sakit dayanmır. deyənə bilmir, o başı Dayanmır, ilə, fikir verin. valla. Hə, və mən düşünürəm, çox böyük bir zarafatçıdır. Və kim ola bilər? Kim ola bilər bizdə? Maraqlı ümumiyyətlə? sualdır. Belə zarafatçı olan insan show biznesdə kimdir? Belə dəyişən. Bizdən soruşsan. Valla mən hələ təxminimin üzərində dayanıram. Məsələn, Güclə tapıram oğlan bunu. olsaydı deyərdim Samir Cavadzadə. O məsələn. yerində dayansaydı. Amma Biz bilərdik kimdir. bəlkə Hüsniyyədir, əslində Hüsniyyəyə oxşayır. Oxşuyur, oxşuyur. Hə, həm gözü Saç belə. düzümü Hüsniyyədir. Kopya. 3 ay para yaşım var. Ay əgər 28 gündürsə, ay para 14 gündürsə, onu da 3-ə vurur 42 yaş alır. Yox, 45. 42. Niyə? Ay 30 gündəndir. 14-ü 3-ə vurursan. Ay, Yo. Ayı. ayı. Hə, o qısadır. Ay, ay, ay. 28-dir. Ay, ay. 28-dir. Yox, bəlkə o bizim ay paran ayı deyir. Bir ayın parası. Yox, bir ay para. Tamam 15, 15, 15, 45 də düşünək Ay də. 42-dən 45-ə. Yo, bir dəqiqə, bir Beşinə də deyir, ayı. şey ver. Deyir, bir ayın parası. Bəlkə para, yəni puldan danışır. Əgər Murad dediyi kimi formula ilə əlaqəsi varsa, bəlkə Samirə əfəndidir, ağlıma o gəldi. Yes. Ay zevdə olmuşdu. Amma daha çox nəyə görəsə mən bugün bizim yad planetlini hissə bənzədirəm. His His? çox maraqlı. Amma his ola bilər əslində. His həyatda da belədir, belə. Sakit durmur axı. His Hə. yox, his. His. Ağa, bir də Bəli. formula versiyasına geri dönüş edəcəm. Azərbaycanda formula günlərində himnimizi oxumuşdu Səbinə Babayeva və Hoppa. ötən verilişdə ötən proqramlarda qeyd elədiyim Aysel Mamedova. Yo, onlar deyirlər. Dəqiq onlar deyirlər. Faiq Ağayev. Bax bu şirin, gözəl yad planetli. Ya Səmra ola bilər. Ya da ki Natavan Həbibi. Oo, yenə adlar. İndi birazdan yenə fikirlər dəyişəcək. Yeni adlar çıxacaq ortaya. Bilirsiniz niyə? Çünki özü haqqında 2 məlumat verəcək. Doğru və yanlış məlumatı. Auditoriya kömək eləyərsiniz detektivlərimizə. Beləliklə 2 məlumat. Birinci məlumatı söylə bizə yad planetli. Bir dəfəyə 30 xınqal yeyə bilərəm. Bir dəfiyə 30 xıngal yeyə bilərəm dedi. Hüsniyə! İkinci məlumat. Reperlə duetim var. Reperlə duetim var dedi. Auditoriya o dedi ki bir dəfiyə 30 dənə xıngal yeyə bilərəm. O mənəm. Aranızda yeyən bilən varsa əl çalsın. Burada hamı xəngəl yeyəndir. Sonra dedi ki mənim reperlə duetim var. Bütün auditoriya yekdi şəkildə dedi ki, ikinci məlumat daha doğrudur. Hə, buyurun, yeni adlar ortaya çıxsın Murad. Bilirsiniz, məsələ burasındadır ki, bizim hörmətli auditoriyamız bir dəfəyə 30 xingal məsələsində yalnız Aşıq Tellini nəzərdə tutur. Amma mən onun dostuyam. Mən bilirəm ki, Hüsniyə bir dəfəyə 30 xingal yeyə bilər. Yəni Olub belə, bu yeyib ehtimal. yalnız da. Yəni qurmandır da, insan xoşlayır, özü də belə çox yeməyi Yaxşı sevir. görək, 30 dənə yeyən qurman deyil, qaranquludur. Faik bəy, Qurman. sizin niyə bizlə belə düşmənçiliyiniz var? Mənim niyə səndən düşmənçiliyim olsun? Amma sözün düzün deyərlər də 30 dənə Ba. 30 dənə xəngəl yeyən insan qurman deyil, qarınquludur. Humanoidin də xoşuna gəlmədi bu məqamda. Yad planetli. Xəngəl istəyirsə, Qəlbimizi qırdılar. Ay, tanımırıq xəngəli. Deyir, bilməm. Tanımırsan xəngəli. Buyurun, davam eləyək.
Əziz həmkarlar, Buyurun Coşkun Bey. gəlin mənim sözümə qulaq asaq. Aha. Bu xinkal yeyən mananadır. Hə, Amma baxın, o dəfə də dedim efirdə, Coşqun bəyin sözünə qüvvət. Sən hamı kimi deyilsən, aydan yerə mi gəlmirsən, manana mahnısıdır. Değerli detektifler, gelin belediye. Sadece bir ad çekirsiniz. Coşkun Rahimov, Mənə nə? Manana, Şamile Babayeva, His. Faik Ağayev, Not a one. Natavan, Nigar Cemal, Ayşə Alizadə. Murad Arif. Hüsniye! Gelin yat platimizi gönderen yormaya. Derin teşekkürler, buyurun. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Yad planetli maskası arxasında kimdir?